Mövzunu qonağımızla davam etdiririk. Qonağımız isə Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru, LinkedIn platformasının Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri üzrə rəsmi tərəfdaşı Emil Hüseynovdur. Emil, mənim sabahınız xeyir. Sabahınız xeyir. Çox sağ olun dəvətimizi qəbul etdiyiniz üçün. Təşəkkür ederim. Düz təqdim elədim. Bəli. İndi mövzumuz işsizliklə bağlıdır. Təbii ki, LinkedIn platformasının siz indi nümayəndəsiniz və bu çox əslində böyük bir statusdur, belə bir platformada rəsmi tərəfdaş olmaq. Bura keçid eləyəcək. Öncə, gənclərimiz iş tapa bilir. Çox sağ olun suala görə. İş tapmaq hər zaman asan da olmur. Təbii ki, gənclər üçün də bunun bəlli bir çətinlikləri var. Çünki gənclərin iş təcrübəsi və onların iş dünyasından tələb elədiyi bacarıqları tam təkmilləşmədiyi üçün gənclərin iş tapmasında bəlli bir onlara mentorluq və istiqamətləndirmə lazımdır. Doğrudur və buradakı boşluqlar nələrdir bir ayrıca onları da danışarıq. Əslində bütün dünyada LinkedIn iş tapmaq üçün və yaxud sahibkarların, şirkətlərin də işçi tapmaq üçün istifadə etdiyi bir platformadır. Bizdə bu vaxta qədər daha çox əslində Facebook bu rolu oynayırdı. Yəni LinkedIn o qədər də aktiv deyildi. Düzdür, mən bir 10 ilə yaxındır ki, LinkedIn istifadə edirəm. Aktiv olmasa da istifadə edirəm. Yəni oxucu kimi istifadə edirəm və bu gün mən oradakı kontentlərə baxanda, Azərbaycan dilli kontentlərə baxanda və o kontentlərə gələn reaksiyalar, bəyənmələr, şərhlərə baxanda görürəm ki, kifayət qədər istifadəçi sayı artıb. Azərbaycan segmentində kifayət qədər istifadəçi sayı artıb. Yaxşı. Bir tərəfdən də bunu müşahidə edirəm, bəlkə də yanlış müşahidədir. Daha çox texniki sahə, IT, proqramlaşdırma, bax bu sahələrdə daha çox sanki kömək eləyir iş tapmağa. Amma ümumilikdə bugün Azərbaycan əmək bazarında LinkedIn rolu qanedicidir sizcə? Yəni yetərli səviyyədədir? Çox sağ olun suala görə. Son 3 ildə LinkedIn-in istifadəsi sayı və Azərbaycan üzrə nəticələri kifayət qədər yüksəlmişdir. Və biz artıq 3 ildir ki, bu proseslə bağlı maarifləndirmə işi aparırıq və LinkedIn şirkətinin nümayəndələri Azərbaycan HR İnstitutu tərəfindən keçirilən World HR Summit tədbirində ilk dəfə iştirak ediblər. Həmçinin keçən il Qarabağda, Şuşada keçirilən Qlobal Media Forumuna qatılıblar. Məqsədimiz Azərbaycan və bu regionda LinkedIn peşəkar biznes platformasının inkişafına nail olmaqdır. LinkedIn-in digər şəbəkələrdən fərqi ondan ibarətdir ki, bu peşəkar biznes platformasıdır. Yəni sosial şəbəkə deyil. Daha çox sosial şəbəkə istifadə edənlər də var. Bəli. Daha çox sosial şəbəkələrdən biz boş vaxtlarımızda istifadə edirik. Amma LinkedIn özünə və öz inkişafına investisiya qoymaq üçün bir platformadır. Platformanın əsas məqsədi işə götürənlərlə işçiləri bir araya gətirmək və burada təqdim olunan bir çox üstünlüklər var. Artıq bildiyiniz kimi həm işə qəbul prosesi LinkedIn-in, həm öyrənmə ayrıca platforması da var. Bunlar kömək eləyir ki, həm işə götürənlər, həm işçilər bir-birini daha rahat şəkildə tapa bilsinlər. Həmçinin işçilərin də öz məlumatlarını düzgün, doğru şəkildə LinkedIn-ə yerləşdirməsi də çox önəmlidir. Sizdən statistika soruşa bilərəm. Soruşun, buyurun. Azərbaycanda LinkedIn üzərində real olaraq, məsəl üçün, il ərzində iş tapanların bir sayı statistikası var sizdə və daha çox hansı sahədə? Çox sağ olun. Məndə olan məlumata görə yerləşdirilən vakansiyalarla bağlı gün ərzində 50-60 yeni vakansiyalar yerləşdirilir və bu say getdikcə artmaqdadır. İşə düzəlmə nisbətinə gəldikdə böyük və orta şirkətlər kifayət qədər bu prosesdə aktivdirlər və onlar öz işə qəbul prosesini yəni LinkedIn-ə daha çox önəm verirlər və bununla bağlı bir çox dövlət və yerli özəl təşkilatlarla əməkdaşlıqlar da artıq uzun müddətdə başlayıb. Bir də əslində təbii ki, şirkətlərin özünün bu prosesə cəlb edilməsi vacibdir. Sizin qeyd etdiyiniz kimi böyük şirkətlər, korporativlər bunu eləyirlər, amma müəyyən bir şirkətlərdə biz hər yerdə vakansiyaların əl altından belə dildən dilə yayıldığını şahid oluruq. Bu da əl çatanlığı kifayət qədər azaldır. Bu özlüyündə böyük bir problemdir. Onları cəlb eləmək üçün məncə proqram olmalıdırmı? Bəlkə də var, bəlkə də yoxdur, bilmirəm. Bundan da danışarıq. Amma bilmək istədiyim budur. Məsələn, bir digər tərəfi də axı müraciət edənlərin profilidir. Bəli. Gənclərin profilində səhvlər nələrdir daha çox?
Yəni biz görürük də onu ki, məsəl üçün bəzi hallarda yetərincə peşəkar yığmırlar öz profilini. CV-ləri də həmçinin. Təbii ki, biz gənc deyirik. Gənclər, tələbələr bəlli bir inkişaf prosesindən keçirlər. Dünyanın bütün ölkələrində ali təhsil daha çox nəzəriyyə yönümlü olur, yəni akademik təhsildir. Amma əmək bazarı, iş dünyası daha çox bacarıqlar üzərində və iş dünyasının tələbləri var. Bunların uzlaşdırılması çox vacibdir və hal-hazırda universitetlərlə iş dünyası arasında, özəl sektor arasında bir tərəfdaşlıq platforması da çox sürətlə inkişaf etməkdədir. Burada məqsəd tələbələrin həm bilik qazanması, həm də yeni bacarıqlara, səriştələrə malik olmasıdır. 21-ci əsr bacarıqlar əsridir və bu bacarıqlar arasında önə çıxan bacarıqlar daha çox tez öyrənmə və adaptasiya bacarığıdır. Biz süni intellekt daha çox texnologiya əsrində yaşayırıq. Bu dəyişiklikləri daha tez qavrayan, daha çox öyrənən insanlar digərlərindən fərqlənə bilirlər. Və müasir dövrün gəncinin də kifayət qədər imkanları var ki, o daha düzgün şəkildə öz vaxtını, zamanını öz inkişafına yönəldə bilsin. Nə qədər daha çox öz inkişafı üzərində işləyəcəksə, o qədər uğurlu olmaq şansı böyükdür. Profildə o qədər daha geniş Bəli. olur. Biz daha çox istədiyimiz odur ki, gənclərimiz iş axtaran yox, iş seçən olsunlar. Bunun üçün də universitet vaxtından təkcə dərslərini yüksək səviyyədə oxumaqla yanaşı, mütləq şəkildə bildiyiniz kimi ölkədə çox böyük könüllülük təşəbbüsü var. Bir çox yerlərdə tələbələrin cəlb olunması üçün müxtəlif proqramlar var. Kifayət qədər aktiv olsunlar. Yəni indiki dövrdə dərslərimi yaxşı oxudum, diplom aldım. Bununla sonradan iş dünyasına rahat keçid etmək olmur. Ona görə indiki dövrdə daha çox nə qata bilərsən, nə fayda verə bilərsən və sənin bir şirkət üçün verə biləcəyin ən yaxşı töhfələr nə ola bilər? Bu sual önə çıxır. Yəni mənim diplomum var, mən işə alınmalıyam. Bu yanaşma təbii ki... Yanaşmanın üstündən bəlkə də bir 50 il keçib artıq. Yəni diplomum var, mütləq işlə təmin olunmalıyam dövrü deyil. Sizin də qeyd etdiyiniz kimi bacarıqlar önəm daşıyır. Universitetlər sizcə bu, bilirəm, yəni siz hər hansı bir universiteti burada təmsil eləmirsiniz, amma ümumiyyətlə fikrinizi almaq istəyirəm ki, sizcə bu bacarıqları nə dərəcədə, yəni aşılaya bilirmi deyim, təcrübə elətdirə bilirmi deyim tələbələrə? Siz hal-hazırda özünüz də müşahidə etsəz, Azərbaycanın bir çox universitetləri çox uğurlu şəkildə biznes dünyası ilə əlaqələr qurublar və bu prosesdə artıq çox yaxşı nəticələr də var. Bəzi universitetlərin mən misal çəkə bilərəm ki, Bakı Ali Neft Məktəbidir, Ada Universitetidir. Bunlar Azərbaycan prestijli universitetləri. Bəli. Bunları bilirik ki, bəli. Yetərincə əməkdaşlıqlar da var. Bəli. Ora artıq tələbə kimi daxil olmaq özü bir prestijdir. Yəni məlum məsələdir ki, işsiz qalmayacaqsan. Bəli, Dövlət Məşğulu Agentliyi də bununla bağlı bir reytinqi var. Universitetlərin məzunlarının işlə təminatı reytinqi. Biz oradan da baxa bilərik ki, hansı universitetlərdə bu reytinqlər... Amma digər universitetlər, məsələn, regionlardakı universitetlər, razısınız məndən ki, kifayət qədər geri qalırlar bu prosesdə? Biz Azərbaycan HR İnstitutu olaraq universitetlərlə sıx əməkdaşlıq edirik. Çünki bizim məqsədimiz ölkədə insan kapitalının inkişafına töhfə verməkdir. Fəaliyyətimizin bir neçə istiqaməti var. Bunlardan ən önəmlisi təlim və sertifikasiya proqramlarının həyata keçirilməsidir. İnsan resursları sahəsi üzrə. İkinci istiqamətimiz bu sahədə əməkdaşlıq və bu sahədə daha çox konsultasiya və mentorluq xidmətinin həyata keçirilməsidir və hər universitetdə də artıq karyera mərkəzləri formalaşır. İş dünyası ilə, işə götürənlərlə, tələbələrin karyera inkişafı ilə bağlı onlar dəstək olurlar və bu əməkdaşlıqda biz demək olar ki, bütün universitetlərlə əməkdaşlıq edirik. Toplamda ölkədə bildiyiniz kimi 50-yə yaxın universitet var. Regionlarla da əməkdaşlığımız var və çox uğurla davam edir. Mən UNEX Zaqatala filialını misal gətirə bilərəm. Regionda yerləşir. Ən yaxşı ixtisaslar var. Kifayət qədər orada oxumaq, yerləşmək, hər bir şey təmin olunur. İkinci olaraq Mingəçevir Dövlət Universitetini misal çəkə bilərəm. Qısa müddətdə çox böyük nailiyyətlər əldə ediblər və biz rəsmi tərəfdaşlığımız da mövcuddur. Həmçinin Gəncədə yerləşən Aqrar Universiteti mən misal çəkə bilərəm. Yəni, işlədiyim özəl holdinqlərdə də insan resursları rəhbəri olarkən biz aqrar sahədə
kadrların cəlbi üçün universitetin hətta 3-4-cü kursları ilə yanaşı daha aşağı kurslarında da öncədən tələbələrlə görüşürdük. Onlardan ən potensiallarını özümüzə cəlb etmək üçün bəlli bir proqramlar həyata keçirirdik. Yəni regionlar deyərdim ki, heç də geridə qalmır. Sadəcə onlara biraz dəstək lazımdır. Mən özüm də regionda böyüdüyüm üçün, oradakı əsas o çətinlikləri bildiyim üçün və hal-hazırda nəticələrə biz baxsaq, regionlar Bakı ilə demək olar ki, yarışır. Elə düşünürsünüz? Bəli. LinkedIn-də çox aktiv olmaq yaxşı imic yaradır. Bunu bilirik. Peşəkar bir imic formalaşdırır. Amma iş tapmağa həqiqətən kömək edir. Yaxşı sualdır. Siz iş dünyasına, işə götürənlərdən soruşsaq, onlar hər zaman işçi tapa bilmirəm. Bəli. İşçi yəni müraciətlərindən istədiyi namizədi ala bilmədiyindən daha çox deyək ki, gileylənir. Bunun səbəbi bəlli, onlar tərəfdən prosesə baxanda müəyyən qədər aydın olur. Çünki işə götürən ixtisaslı kadrlar daha çox istəyir və bu prosesdə bəlli bir vəzifənin tələbləri var. O tələblərə uyğun namizədləri cəlb etmək istəyir. Bu da aydındır. Çünki işə götürən deyək özəl sektorun məqsədi, yəni biznes məqsədidir və biznes məqsədi üçün o verdiyi hər bir əmək haqqını, hər bir xərcin qarşılığında onun ən azı, yəni 2 qat geri dönüşünü gözləyir. Siz işçilər tərəfdən, namizədlər tərəfdən baxsaz, hər zaman iş yerlərinin az olması, əmək haqqlarının da aşağı olması, indiki dövrdə aşağı əmək haqqı ilə heç kim çalışmaq istəmir. Hər kəs daha yüksək əmək haqqı istəyir. Bu da başa düşüləndir. Çünki götürsək, yəni indiki dövrdə aylıq xərcləri qarşılamaq üçün həqiqətən aşağı əmək haqqı kifayət etmir. Və bu prosesdə mütləq şəkildə bir ortaq məxrəc olmalıdır. Biz müxtəlif sahələrdə bunu görə bilirik ki, hər iki tərəfin mövqeləri öz maraqları olur və bu maraqlar orta məxrəcə gəlmirlər. Mən düşünürəm ki, ölkəmizdə hər iki sahədə inkişaf gedir. Namizədlər də getdikcə ixtisaslaşırlar, öz bilik bacarıqlarını artırırlar. Şirkətlər də işə qəbul prosesini daha da təkmilləşdirirlər. Yəni işə qəbul prosesinin sistemli aparılması və burada daha çox səriştələr üzərindən qiymətləndirmə çox önəmlidir. Biz o istiqamətdə də şirkətlərlə uğurlu əməkdaşlığımız var. İşə qəbul üzrə peşəkar mütəxəssislərin yetişdirilməsini həyata keçirdik və inanırıq ki, bu proses ölkəmizdə təkmilləşəcək. Daha çox insan resurslarından narazı olduqları isə işə qəbuldur ki, çünki işə qəbulda bəzən gördüyünüz kimi bəlli bir hallara yol verilir, tanışlıqdır, kiminsə deyək ki, tapşırığıdır. Bizim istədiyimiz odur ki, bütün şirkətlərdə, dövlət qurumlarında bu proses maksimum şəffaf həyata keçirilsin. Çünki bunun ən çox faydasını həmin təşkilat və təşkilatın birbaşa olaraq rəhbərliyi bu prosesə həm dəstək verməlidir, həm də anlamalıdır ki, yəni düzgün kadr formalaşması və o komandanın motivasiyasının təmini və təşkilata bağlılığı bu birbaşa olaraq HR funksiyasının işidir. Bildiyiniz kimi kiçik şirkətlərdə, qurumlarda daha çox rəhbər bunu özü həyata keçirir. Amma biz istədiyimiz odur ki, insan resurslarına bu səlahiyyət verilsin və peşəkar insanlar cəlb olunsun. Onlar da bu işi tam qaydalara uyğun şəkildə həyata keçirə bilsinlər. Belə olduğu halda təbii ki, namizədlər də, bu işə müraciət edənlər də bundan razı qalacaqlar. Amma bunun qarşı tərəfində də eyni halı mən gənclərdən də, namizədlərdən də, hər kəsdən xahiş edirəm ki, indiki dövrdə kifayət qədər rəqabətli bir dönəmdəyik biz. Pandemiyadan sonra bəlli bir bildiyiniz kimi iş yerlərində bağlanmalar oldu, daha çox deyək ki, optimizasiya işləri getdi. Hal-hazırda vakansiya sayıları elə də çox deyil və rəqabət çox güclüdür və bu rəqabətdə önə çıxmaq üçün mütləq şəkildə biz digərlərindən öz bacarıqlarımızla, səriştələrimizdən fərqlənməliyik. Hər halda mən düşünürəm ki, bizim tamaşaçıların da HR-lardan birinci xahişi olar ki, sizə zəng eləyəcək deyib, sonra zəng eləməmək bu vərdişi birinci bir itirmək lazımdır. Bir də şəxsi brend qurmaq məsələsi var, önəmlidir. Bəzi hallarda da görürsən ki, işçinin şəxsi brendi onun real bacarıqlarını üstələyir və bu seçimdə rol oynayır. Bəli. Nə dərəcədə bu hallar sizcə? Və təbii ki, düzgün deyil, amma bir çox halda belə bir səhvə yol verir də işə götürənlər.
Çox sağ olun. İndiki dövrdə şəxsi brendin formalaşması da düşünürəm ki, önəmlidir və biz çalışmalıyıq ki, həm işimizdə daha çox peşəkarlaşaq, həm də işlədiyimiz sahə üzrə kamilləşək. Dahi Nizami Gəncəvin də dediyi kimi, kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaçılıqdan. Bugün elə ixtisaslar, elə peşələr var ki, orada işləyən insanları biz kifayət qədər peşəsini güclü bildiyi üçün hər kəs tərəfindən böyük onlara qarşı tələbat var və biz onların xidmətlərindən istifadə edə bilirik. Eyni şəkildə peşələr üzrə də mən düşünürəm ki, hər kəs daha çox ali təhsil almaq, bəlli bir istiqamətlər üzrə inkişaf etmək istəyir. Amma bəlli bir peşələr var ki, o peşələr üzrə kifayət qədər ehtiyacları var. Biz doğru düzgün şəkildə həmin peşələrə yiyələnsək və o sahənin daha çox incəliklərini, sirlərini öyrənə bilsək, bizə kifayət qədər əmək bazarında ehtiyac olacaq. Və eyni şəkildə biz bu prosesdə bir misal üzərindən deyəcəm ki, elə namizəd var ki, o 5 dəfə işə müraciət eləyir, müsahibəyə dəvət olunmur və avtomatik olaraq onda belə bir narazılıq yaranır ki, mən 5 dəfə müraciət elədim, amma məni işə dəvət eləmədilər. Amma elə namizəd də var ki, o işə müraciət eləmir. Biz 5 dəfə həmin namizədə çıxırıq ki, siz bəlkə gəlib bizdə işləyəsiniz və yaxud ən yüksək əmək haqqları təklif olunur. İndi burada sual çıxır, iki namizəd arasında fərq nədir? Biri 5 dəfə CV göndərir, o müsahibəyə dəvət olunmur, digərinə biz 5 dəfə müraciət edirik. Fərq ondan ibarətdir ki, həmin namizəd sahə üzrə öz bilik bacarıqlarını kifayət qədər mənimsəyib, təkmilləşdirib və həmin namizəd artıq iş axtarmır, işə götürən onu axtarır. Ona görə biz bu prosesdə hər zaman daha çox özümüzə baxmalıyıq. Biz özəl şirkəti, yəni ondan şikayət etməklə bu özəl şirkətdir və bunun sərbəst seçim hüququ var. Biz daha çox baxmalıyıq ki, özümüzün hansı tərəflərimiz zəifdir. Həmin zəif tərəflərin inkişafı üzərində işləməliyik. Təbii ki, gündəlik həyatımızda sosial şəbəkələr kifayət qədər zaman alır. Amma mən düşünürəm ki, biz kifayət qədər dəyərli vaxtımızı sosial şəbəkələrdə keçirməli deyilik. Sosial şəbəkələrdə kimlərisə izləyiriksə, baxırıqsa, həmin insanlar dediyiniz kimi brendi formalaşır, reklam olunur, həmin insan kifayət qədər qazanır. Amma biz yekunda öz dəyərli vaxtımızı ora sərf edirik. Sabahlar müsahibələrdə, intervyularda bizdən vəzifə üzrə bilik bacarıq tələb olunur. Yəni sosial şəbəkədə gördüyümüz və yaxud gündəmdə nələr baş verdiyi bizim elə bir öhdəliyimiz yoxdur. Hər gün gündəmdə nə baş verir onu baxaq. Bəzən insanlar televiziya işçisi, jurnalistlər kimi görürsüz ki, davranırlar. Hər xəbəri paylaşırlar, reaksiyonu sual yaranır. Niyə? Yəni həmin insanın daha yaxşı olar ki, öz sevdiyi sahə, peşəkar, öz sevdiyi iş üzrə təkmilləşsin və inkişaf eləsin. Bunlar fərdi inkişafla bağlıdır. Əla, siz həm HR tərəfdən mütəxəssissiniz, həm də LinkedIn tərəfdən mütəxəssissiniz. Gəlin bunu birləşdirək və son olaraq tamaşaçılara, xüsusən də bizi izləyən gənclərə praktiki olaraq bir yol göstərək. Əsas 3 istiqamət götürmüşəm. Birincisi, gənc bugün sıfırdan bir LinkedIn profili yaradırsa, 3 hansı sadə addımı eləməlidir ki, işə götürənlər tərəfindən profil cəlbedici görünsün? Çox sağ olun. Yeni bir profil yaradırsa, mütləq şəkildə burada həmin gənc öz təhsili ilə bağlı məlumatları düzgün şəkildə yerləşdirməlidir. Həmçinin əldə etdiyi uğurlarda, bu sertifikatda ola bilər, hər hansı bir layihədə iştirakda ola bilər. Bunları mütləq şəkildə qeyd eləməlidir və özü haqqında bio hissəsində qısa və lakonik olaraq məlumatlarını yerləşdirməlidir. Bu işə götürənlər tərəfdən profillər nəzərdən keçirilərkən çox önəm verilən 3 məqamdır. Profil şəkli nə qədər önəm daşıyır? Profil şəkli olması da lazımdır. Çünki biz namizədlərin profillərinə nəzərdən keçirərkən mütləq şəkildə həmin profildə kimin istifadə elədiyi, həmin şəxsin məlumatları ilə yanaşı onun interfeysində görə bilirik. Olmadığı halda da bu ciddi olaraq profilə təsir etmir. Olub-olmaması məsələsi deyil, necə olması məsələsidir. Necə olması, bəli. Necə olması tanışımızda var. Söhbət eləyəndə deyir ki, inanırsan, deyir, elə maillərdən CV gəlir ki, biz o maili açmaq istəmirik ümumiyyətlə. Çünki mail adı açılıb 2012-də, 11-də belə çox qəribə adlar falan. Yəni bəzən o belə önəm daşıya bilirmiş sən demə. Bəli, şəklin LinkedIn peşəkar platforma olduğu üçün təbii ki, burada
qoyulan şəkildə daha çox rəsmi işgüzar üslubda olmalıdır. Çünki LinkedIn-dən biz danışırıqda bu digər sosial şəbəkələr kimi əyləncə platforması deyil. Biz bunu ayırmalıyıq. Azərbaycanda bəzən insanlar LinkedIn-i istifadə edəndə əyləncə şəbəkələrində olan kontenti görmürlər və onlar üçün ola bilər ki, çox da maraqlı gəlməsin. Amma biz uzun müddətli öz karyeramızı düşünürüksə, peşəkar əlaqələrimizi düşünürüksə və özümüzə investisiya qoymaq istəyiriksə, mən bütün buradan səslənirəm ki, hər kəsin LinkedIn profili olması tövsiyə edirəm. İnanıram ki, onların gələcək karyerasında da çox faydalı olacaq. Şəxsən biz özümüz, mən özüm də LinkedIn-i 2006-cı ildən istifadə edirəm və hal-hazırda 3 il sonra təxminən artıq başlamışsınız. Bəli. 3 il sonra ilk dəfə eyni şəkildə bir tələbə idim, öz keysimi danışım. Axtarırdım ki, necə əlaqələr, biznesdə necə münasibətlər yarada bilərəm və belə bir platforma axtarışındaydım. LinkedIn qarşıma çıxdı və həmin qeydiyyatdan keçdim. O zamanlar Azərbaycanda elə də populyar deyildi və oradakı məqsədim də peşəkar əlaqələrin qurulması və özüm haqqında məlumatın təqdim edilməsi idi. Və hal-hazırdakı fəaliyyətimizin də demək olar ki, 70% LinkedIn üzərindəndir və biz çox faydalı əməkdaşlıqlar, həmçinin kadrlar LinkedIn üzərindən cəlb edirik və işə qəbulun demək olar ki, böyük şirkətlərin Azərbaycanda tam əksəriyyəti öz işə qəbul prosesinə LinkedIn üzərindən formalaşdırır. Buna görə mən səsləyirəm ki, hər kəs LinkedIn-dən daha aktiv istifadə eləsinlər və biz Azərbaycan HR İnstitutu olaraq da Azərbaycanda insan kapitalının inkişafı, təkcə Bakı yox, regionlar üzrə də bu prosesin həyata keçirilməsi üçün bəlli bir yumşaq bacarıqlar, müxtəlif insan resursları istiqamətləri üzrə təlim proqramları da həyata keçiririk. Məqsəd tələb təklifi əmək bazarında uzlaşdırmaqdır. Bununla bağlı həm dövlət qurumları, həm özəl şirkətlərlə çox yaxşı əməkdaşlıqlarımız qurulub. Uğurlar arzu edirik və ümidvarıq ki, biz ölkə başçısında çıxışı oldu ki, Azərbaycanda iş tapmaq əslində çətin deyil, yəni iş tapmaq mümkündür. Sadəcə sizin də qeyd etdiyiniz kimi, işçi iş axtarıb tapmaqda çətinlik çəkirsə və yaxud da eyni zamanda sahibkar işçi axtarır və tapmaqda çətinlik çəkirsə, deməli bunları birləşdirən bir platforma lazımdır. Siz də bu işi görürsünüz, bu fəaliyyətdəsiniz və mən uğurlar arzu edirəm və ümidvarıq ki, tezliklə də biz bu aradakı boşluqları daha da sürətli, intensiv doldurarıq. Sağ olun ki, bugün bizim qonağımız idiniz. Təşəkkür edirəm. Mən də sonda hər kəsə müsbət düşünməyi, öz sevdiyi iş üzrə peşəkarlaşmağı və istədiyi əmək haqqını, istədiyi vəzifəni, işi əldə etməyi arzulayıram. İnsan nə qədər əzmkar olacaqsa, özünə qoyduğu hədəflərə addımlar atacaqsa, mütləq şəkildə onun nəticələri olacaq. Mən sizin televiziyanın da yaradılması, inkişafı, bütün mərhələlərini bilirəm və bu da bir əziyyətin, əməyin nəticəsidir. Nəticə olduğu zaman hamı alqışlayır, amma o nəticəyə qədər gedən yolu hər kəs o yolu getmək istəmir. Çünki indiki dövrdə hər şey rahat əldə etmək istəyirlər. Biz yeni gələn gənc nəsli də görürük, uşaqları da görürük. Yəni sosial şəbəkələrdə kifayət qədər vaxt keçirdikləri üçün onlar da çox şey istəyirlər və onu ən qısa zamanda istəyirlər. Amma asan zamanlar güclü insan yetişdirmir, asan zamanlar yüksək nəticələr gətirmir. Hər zaman çətin zamanların yetişdirdiyi insanlar daha mübariz olurlar və biz zəfər ölkəsi olaraq ölkəmizin ən inkişaf etdiyi bir dönəmdə güclü insan kapitalına ehtiyacımız var. Siz baxsaq, cənab prezidentin bütün fəaliyyətində insan kapitalı mühüm rol oynayır. Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlərin 3-cü prioriteti rəqabət qabiliyyətli insan kapitalı və müasir innovasiyalardır. Öncələr dövlətlər təbii sərvətlərinə görə fərqlənirdilər, qiymətləndirirdilər. Hal-hazırda insan kapitalına görə ölkələrin reytingi formalaşır və onlar dəyərləndirilirlər. Azərbaycanın, bizim vətəndaşların, xalqımızın da çox yüksək potensialı var. Kifayət qədər onlar fərqlənə bilirlər. İstənilən sahədə baxsaq, istər televiziyada olsun, insan resurslarında olsun, idarə etmədə olsun, onlar hər zaman öz sözünü deyiblər. Həm ölkə daxilində, həm beynəlxalq təşkilatlarda, müxtəlif ölkələrdə.
Ona görə mən sonu belə müsbət notlarla bitirmək istəyirəm ki, gəlin birlikdə həm ölkəmizə, həm cəmiyyətimizə faydalı olaq, həm də öz işimizdə daha peşəkar olub istədiyimiz ən yüksək pillələri qazanaq və bu insana daha çox özgüvən verir. Özgüvən olduğu zaman da insanın əldə edə bilmədiyi heç bir zirvə qalmır. Ona görə mümkünsüz heç nə yoxdur. Çalışaq daha çox birlikdə bu uğura biz də dəstək olaq. Sağ olun. Sağ olun. Əziz tamaşaçılar, bir daha qeyd edeyim. Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru, LinkedIn platformasının Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri üzrə rəsmi tərəfdaşı Emil Hüseynov bizlə idi. Bir daha təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda işsizlik məsələsindən danışdıq və bunu nə formada həll edə bilərik? Təbii ki, onda bir yollarına səyahət etmiş olduq.